Hər kəsə salam olsun. Kanalıma xoş gəlmisiniz. Bugün sizinlə mənim üçün çox xüsusi və sevindirici bir xəbəri bölüşmək istəyərdim. Əslində artıq neçə gündür, avqustun 19-dan mən YouTube'un partnyor proqramına daxil olmuşam. Amma bilmirdim sizə necə bir video çəkim, necə sizə bunu çatdırım. Çünki demişdim ki, mən nə olsa YouTube'da mən bunu sizinlə bölüşəcəm. Ona görə bunu sizinlə bölüşməyə bilməzdim. Artıq avqustun 19-dan mən də YouTube'dan pul qazanıram. Düzdür, hələ bu çox azdır. Bir neçə gündür, həm də qazandığım pul da çox azdır. Amma yenə də artıq zəhmətimin bəhrəsini görürəm. Bu məni çox sevindirir. Əslində mən həmişə deyirdim ki, mən bu YouTube kanalımı açanda mənim buradan pul qazanmaq kimi bir fikrim yox idi. Sadəcə evdə idim, işləmirdim, sarı balaca idi. Başımı qatmaq üçün nəsə bir maraqlı bir şey eləmək istirdim. Ona görə mən YouTube kanalı açdım ki, həm başım qarışsın, videolar paylaşırdım. Kimsə videoma xoş sözlər, ən çox mənə xoş sözlər yazırdılar. Nəsə məsləhət görürdülər. 2-3 dənə olmuşdu ki, kimsə öz belə neqativini töhmək istəmişdi, amma ki mən onları bloka salırdım. Birinci yazırdım, başa düşmürdülər. Ondan sonra bloka salırdım. O da 2-3 dəfə olmuşdu. Yəni çox da elə mənə belə xoşa gəlməz komment yazan olmamışdı. Əsasən mənə gözəl sözlər yazırdılar. Bu artıq il yarım ərzində mən özümə bir yaxın insan kimi bir neçə nəfər var ki, artıq hər videoma mənə komment yazırlar, xoş sözlər yazırlar. Artıq mən onları öz doğmam kimi bilirəm. Çox sağ olun buna görə hər birinizə. Mənim kanalımda artıq 1770 abunəçi var, takipçim var. Hamısına ayrı-ayrılıqda hamınıza təşəkkür edirəm. Çox sağ olun. Sizin sayənizdə mənim kanalım böyüdü. Artıq mən bu YouTube'da bir işçi kimiyəm. Yəni YouTube'un bir üzvünə çevrilmişəm. Buna görə də sizə çox sağ ol deyirəm. Əslində mən bunu fevraldan eləyə bilərdim. Çünki fevraldan artıq mən bütün qaydalarını YouTube'un yerinə yetirmişdim. 1000 abunəçi və 4000 saatı yerinə yetirmişdim. Sadəcə mən yaxşı bilmirdim YouTube'un qaydalarını. Ona görə qeydiyyatdan keçəndə YouTube'dan axıra kimi qeydiyyatdan keçməmişəm. Təsdiq düyməsini basmamışam. Ona görə 6 ay mənə YouTube cavab göndərmədi. Mən də gözləyirdim, deyirdim yəqin ki, mən nəsə videolarımı yaxşı baxılmır, yoxsa videolarımda nəsə səhvlər var ki, YouTube məni öz ailəsinə qəbul eləmək istəmir. Demək ki, mən axıra kimi qeydiyyatdan keçməmişəm orada. Bir gün YouTube'dan gələn təsadüfi bir mesaj sayəsində başa düşdüm ki, mən bunu düz eləməmişəm. Və daxil oldum YouTube studiyaya. Orada baxdım ki, doğrudan da mən axıra kimi qeydiyyatdan keçməmişəm. Bunu keçdim, təsdiq düyməsini bastım və orada yazıldı ki, artıq bir ay ərzində biz sizə xəbər verəcəyik. Amma inanırsınız 2 gün keçmədi ki, artıq YouTube'dan mənə cavab gəldi ki, siz artıq YouTube'un partnyor proqramına daxilsiniz, siz YouTube'dan pul qazana bilərsiniz. Demək ki, mən 6 ay elə belə boşu-boşuna gözləmişəm. Bilməmişəm ki, mən axıra kimi qeydiyyatdan keçməmişəm. Amma yenə də şükür eləyirəm. Çünki Allah nə edir? Həmişə yaxşılığa doğru eləyir. Demək ki, mən fevralda yox, avqustda artıq YouTube'un ailəsinin bir üzvünə çevrilməli idim. Demək ki, belə lazım idi. Mən axır vaxtı adam böyüdükcə, ailəsi olduqca, çox şey gördükcə başa düşürsən ki, doğrudan da Allah nə edir? Hər şey yaxşılığa doğru eləyir. Allah bilir nə edir. Qabaqlar ola bilərdi ki, nəyəsə görə mən heyfsilənərdim. Deyərdim ki, niyə bu mən istədiyim kimi olmadı? Amma artıq heç də heyfsilənmirəm. Bilirəm ki, Allah bunu mənə vermədisə, deməli bundan yaxşısını verəcək. Ona görə heç də heyfsilənmirəm ki, mən 6 ay boşu-boşuna gözləmişəm. Heç nə olmaz. Bundan sonra da artıq çalışacağam. Gözəl videolar çəkim, daha baxımlı olsun kanalım. İnşallah ki, çalışacağam. Hər dəfə belə deyirəm, amma alınmır işlə, uşaqlarla çox video çəkmək alınmır. İnşallah ki, bundan sonra alınar. Buna görə də mən sizin hər birinizə təşəkkür edirəm. Çox sağ olun ki, varsınız. Çox sağ olun ki, mənə abunə olmusunuz, videolarıma baxırsınız, izləyirsiniz, kommentlər yazırsınız, like qoyursunuz. Buna görə hər birinizə təşəkkür edirəm. İnşallah daha gözəl bir videolarla, vloqlarla sizin qarşınızda olacağam. Hər şey üçün çox sağ olun. İnşallah gələn vloqlarda görüşənədək sağ olun.